Kvemokartli Polis Departamentinin Marniuli rayon dairəsinin əməkdaşları külli miqdarda dələduzluq ittihamı ilə 4 nəfəri saxlayıblar. İstintaqla müəyyən edilib ki, şübhəlilər Marniuli və Tbilisidə mikromaliyyə təşkilatlarında saxta qızıl məmulatlarını lombardlara girov qoyaraq vəsait əldə ediblər. Vurulan ümumi zərər 48.845 lari təşkil edir. Faktla bağlı araşdırma aparılır. Təqsirləndirilən şəxsləri 9 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Batumi şəhərində faciəvi hadisə baş verib. Ximşiyaşvili küçəsində yerləşən çox mənzilli yaşayış binasında hündürlükdən yıxılan xarici ölkə vətəndaşı həyatını itirib. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olsa da, kişinin həyatını xilas etmək mümkün olmayıb. Azərbaycan Respublikasının hava məkanı və ya ərazisi hər hansı dövlət tərəfindən qonşu İrana qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməyəcək. Bu barədə Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov, İranın Xarici İşlər Naziri Seyid Abbas Əraqçı ilə telefon danışığı zamanı deyib. Gürcistan Milli Bankı 2026-cı il yanvarın 30-na dollar və avronun lariyə qarşı rəsmi məzənnəsini açıqlayıb. Yenilənmiş məlumata əsasən 1 dollar 2 lari 69 tetri, 1 avro isə 3 lari 21 tetri təşkil edir.